Avropada işgüzar səfərdə olan Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva bugün özünü jurnalist kimi təqdim edən Emin Hüseynova layiqli cavabını verdi. Mehriban Əliyevanın Emin Hüseynova qadın paltarı geyinib səfirlikdə gizlənən siz idiniz sualının mənası isə gənc nəslə tanış olmaya bilər. Gəlin Emin Hüseynovun səfirlik macərasının bəzi məqamlarını yada salaq. Öncə xatırladaq ki, Emin Hüseynov 1979-cu ildə Bakıda doğulub. Kooperasiya İqtisad və Bakı Dövlət Universitetlərində təhsil alıb, jurnalist və aktivist kimi fəaliyyət göstərib. 2014-cü il avqustun əvvəlində vergidən yayınmaqda ittiham edilən Emin Hüseynov rəhbərlik etdiyi reportyorların azadlığı və təhlükəsizliyi institutunun ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedir və orada gizlənməyə cəhd edir. Ancaq səfirlik Amerikalı hərbçi xanımla evli olan Hüseynovun bu istəyini rədd edir. Azadlıq radiosu məsələni belə qələmə verir. Avqustun əvvəlində Hüseynov Bakıdakı ABŞ səfirliyində bir tədbirə gedir və səfirliyin müvəqqəti işlər vəkili Derek Hoganla tək qalır. Səfir Richard Morningstar bir neçə həftə öncə Bakıdan getmişdi. Mənbələr deyirlər ki, Emin Hogana bir kağız ötürür və yazır: "Mənə necə kömək edə bilərsiniz? Həbs oluna bilərəm." Hogan deyir ki, kömək edə bilməz. Qeyd olunur ki, mətbuat Eminin dipmissiyada gizləndiyini yazsa da, səfirlik avqustun 12-sində təkzib yayır. Başqa bir mənbədə deyilir ki, o xarici görkəmini tam dəyişdi, saçını rənglədi, qadın paltarı geyindi. Emin hətta adamların onu tanıyıb tanımamasını yoxlamaq üçün bu formada küçəyə də çıxmışdı. Nəhayət, avqustun 18-də Azərbaycanlı tanışı Emini İsveçrə səfirliyi yaxınlığında maşından düşürür. Emin səfirlik ətrafında mülki geyimlilərin polis olduğunu anlayır. O, İngiliscə birtəhər danışıb onları aldatmağa çalışır. Pasportunu soruşurlar, deyir ki, pasportu İsveçrəlilərdədir. Emini əvvəlcə tanımırlar. Elə sorğu-sual gedərkən qapının zəngini basır. Kimsə qapını açır və onu içəri dartır. Beləcə gizlənmək üçün dondan dona girən Emin Hüseynov İsveçrə səfirliyində təxminən 10 ay qalır. 2015-ci ilin 13 iyununda isə Azərbaycan hökuməti ilə aparılan danışıqlardan sonra İsveçrə Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatı Didier Burkhalterin müşayiəti ilə bu ölkəyə uçur. Azərbaycan barədə zaman-zaman qarayaxma kampaniyası aparan Emin Hüseynov hazırda da İsveçrədə yaşayır.